Amma toylardan danışırdılar ki, toya neçəyə gedirlər. Bəzən deyirdilər ki, ən çox da bu show biznesdədir, bəzi müğənnilər. Bəzən deyirdilər, görəsən onun sevgilisi ilə münasibətləri neçəyə başa gəlib, ona nə qədər pul verir, nə bilim, maşınının qiyməti, villaların. İndi də ən bahalı paltar show biznesdə kim alır, kim geyinir, bu müzakirə olunur. Bəli, deyirlər ki, müğənnilər arasında 10.000 manatlıq paltarı ancaq Aygün və Röya geyinir. Başqaları geyinmirmi? Niyə? Müğənnilər var ki, ayına 200.000, 300.000, 1 milyon, yarım milyon pul qazanır. Təbii ki, toydan yox, həcləri, nə bilim, sponsorları, dırnaqarası sponsorları, kişiləri, nə bilim, varlı həccilərin, varlı kişilərin oğlanları, onlara inanın ki, mən bilirəm ki, var elə 1 milyon, 2 milyon pul xərcləyirlər. Siz düşünürsünüz ki, təkcə Röya ilə Aygün mü paltar geyinir belə bahalı? Digərləri də mən düşünmürəm. Əgər bir var, məsəl üçün, bahalı geyinənlər, bir dəfə Təranə Qubal dedi ki, paltarımı 8.000 almışam, bir dəfə dedi, yox, 12.000-ə. Mən düşünmürəm, yoxdur, var. İndi bir də gənc müğənnilər var ki, maşallah, pullar, paraları var, xərcləyirlər. Müğənni Almaz Saraylı bahalı geyimi ilə gündəmə gələn müğənniləri yalan danışmaqda ittiham edib. Milli Az xəbər verir ki, sənətçi rəngərəng verilişində ifaçıların yalanda 10.000 manata paltar aldığını bildirib. Yəni deyirlər, amma deyir ki, Almaz Saraylı o yan alındır, 10.000 manata paltar yoxdur. Ölkədə 10.000 manata paltara Aygün Kazımova və Röya Ayxan geyinir. Hansı oxuyan 10.000-ə paltar geyinir? Heç kim geyinmir deyə Almaz Saraylı bildirib. Ay Almaz xanım, siz hardan bilirsiniz Röya ya Aygün Kazımova 10.000-ə paltar geyinir? Hardan bilirsiniz ki? Deyirsiniz ki, 10.000-ə paltar yoxdur. Bəs hardan gətirirlər onlar paltarları? Xaricdən gətirirlər də, düzü Türkiyədən, nə bilim, digər ölkələrdən. Hər bir müğənni, onların çoxsunun da Moskvada, Rusiyada sevgililəri var. Siz düşünürsünüz, onlara paltarları almazlar, alırlar. Elə 10.000-dən də bahalı geyinənlər var. Mən düşünürəm.